Qur'anın Qiyamət surəsində buyurulur: O gün bir çox üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır. Əllamə Təbətəbai yazırdı ki, ayədə gözlər baxar deyilmir, üzlər baxar deyilir. Üzün baxması insanın bütün varlığı ilə bir tərəfə yönəlməsidir. Axirətdə möminlərin üzünün parıldaması onların maddiyyat pərdələrindən tamamilə xilas olmasından xəbər verir. Burada baxmaq isə Allahın rəhmətinə, camalına tam yəqinliklə yönəlməkdir. Ayətullah Cavad Amuli şərh edirdi ki, bir şeyə maddi gözlə baxmaq üçün həmin şeyin məkanda olması, rəngi və forması olmalıdır. Allah isə hər yeri əhatə edən sonsuz varlıqdır. Möminlərin axirətdə Rəbbinə baxması, hüzur-i elmin ən ali dərəcəsinə çatmalarıdır. Qur'anın Ərəf surəsində belə buyurulur: Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa əleyhissalam dedi: Rəbbim özünü mənə göstər, sənə baxım. Allah isə sən məni əsla görə bilməzsən deyə buyurdu. Allah Musa əleyhissalama bildirdi ki, sən olaraq qaldıqca, yəni daxilində hələ də mənlik, bəşəriyyət hissi varkən, məni bu mənada şühud edə bilməzsən. Məni görmək üçün sən tamamilə yox olmalısan. Ayənin davamında dağın parçalanması və Musa əleyhissalamın huşunu itirməsi məhz insandakı bəşəri mənliyin ilahi təcəlli qarşısında darmadağın olmasına və insanın yoxluq məqamına çatmasına işarədir. Əllamə Qazi tələbələrinə etdiyi nəsihətlərdə Allahı görməyin yeganə yolunun nəfsi tərbiyə etmək olduğunu vurğulayırdı. Arif yalnız o zaman Allahı şühud edə bilər ki, onda fəna halı baş versin. Əgər bir insan günahlardan uzaqlaşsa, qəlbində Rəbbinin əzəmətini elə bir dərəcədə hiss edər ki, artıq onun varlığına dair heç bir şək şübhəsi qalmaz. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, maddi göz yalnız işığı və rəngi görə bilər. Allah isə nurun özü olduğu üçün maddi gözün bəsirət dairəsindən kənardır. Ayətullah Cavad Amulinin təsnim təfsirində qeyd olunur ki, Qur'andakı görmə ifadələri hər zaman qəlbin bəsirətinə və yəqinliyinə işarədir. Haqqı görmək bəndənin fəqri vücudisini dərk etməsidir. İnsan özünün tamamilə Allaha bağlı olduğunu fəlsəfi və şühudi olaraq anladıqda sanki yaradanını batinən görmüş olur. Axirətdə isə möminlərin bəsirət pərdələri tamamilə qalxacağı üçün onlar Allahın camalını heç bir şübhə olmadan ən ali dərəcədə hüzuru elmlə müşahidə edəcəklər. Ariflər buyurur ki, insan əslində yalnız görmədiyi şeyi mütləq şəkildə sevə bilər. Çünki fiziki gözlə görünən hər bir şey məhduddur və insan ruhu sonsuzluğa aşiq olduğu üçün məhdud olan heç bir şeydən tam doymaz və onu mütləq şəkildə sevə bilməz. Həzrəti Əli əleyhissalam buyururdu ki, gözlər onu aşkar fəaliyyətlə görməz, lakin qəlblər onu imanın həqiqəti ilə görər. Tövbə surəsində belə buyurulur: Allahın rizası, bəndədən razı olması və bəndənin onun hüzurunu dərk etməsi isə hamısından, bütün cənnətlərdən daha böyükdür. Ən böyük qurtuluş və uğur da məhz budur. Əllamə Qazi qeyd edirdi ki, xalis möminlər cənnətdə yalnız nemətlərdən ləzzət almaqla kifayətlənməyəcəklər. Onlar üçün cənnətin ən böyük ləzzəti Rəbbinin hüzurunda olduqlarını hiss etmək və onun təcəllilərini seyr etməkdir. Mömin cənnətdə Allah üçün darıxanda, Allah ona öz camalını və cəlalını elə bir mənəvi şühudla göstərəcək ki, möminin ruhu tam sakitlik tapacaq. Qur'an-ı Kərimdə Allahın bəndələrlə danışacağı qeyd olunur. Mərhəmətli Rəbbindən onlara salam deyiləcəkdir. İrfan və fəlsəfə alimləri bu danışmağın insan səsi, hava dalğaları və yaxud da hər hansı bir dil vasitəsilə olmayacağını qətiyyətlə vurğulayırlar. Allahın danışması kəşf və ilham formalarındadır. Yəni Allah bəndənin qəlbinə və ruhuna birbaşa elə bir məna və yəqinlik bəxş edir ki, bəndə bu sözün Rəbbinə aid olduğunu heç bir vasitə olmadan tam aşkarlıqla anlayır. Ayətullah Həsənzadə Amuli yazırdı ki, cənnətdə bəndə Allaha öz istəyini dilə gətirmədən sadəcə qəlbindən keçirməklə ötürəcək. Allahın cavabı isə bəndənin varlığına enən nur və feyz şəklində olacaq. Biz Allahı kənarda axtarmayacağıq. Batini dərk o deməkdir ki, insan cənnətdə öz ruh aynasına baxacaq və orada Rəbbinin adlarını, sifətlərini, yəni camalının surətini heyranlıqla seyr edəcək.